Həftəlik bürclər, qoçlar, şirlər, oxatanlar 9 martdan 16 marta doğru sizi nələr gözləyir? Birinci qoçlardan başlayaq. Qoçlar, Merkurin retrosu çıxmağa başlayır, amma siz bu həftə keçmişlə gələcək arasında qərarsızlıqda, keçmişlə gələcək arasında yarımçılıqda qalacaqsınız və bu normal gedişat deyil qoçlar. Bunu düzəltməyə çalışmalısınız. Çünki keçmişdən gələn insanlar, keçmişdən pulla, maddiyyatla bağlı ən çox da maddesal finans baxımından yarımçıqlığınız, qərarsızlığınız, parçalanmalar çox olacaq. Ola bilər işdən çıxasınız, ola bilər kimlər nəsə iş, pul, maddiyyatla bağlı qərar vermək istəyirsə, onu bitirəsiniz. Onu yarımçılığa qoyasınız və aktivləşə bilməyəcəksiniz bir məqamda olacaqsınız. Bəli, şəxsiyyətlə də əlaqədar mühakimə quracaqsınız, mühakimə eləyəcəksiniz, məhkəmə quracaqsınız, ədalətli, ədalətsiz olmağa çalışacaqsınız və bu həftə bilirsiniz necədir? Hər şeyi bitirib, hər şeyi yarımçılıqdan çıxardıb, özünüzün gələcəyə doğru yenilənmək üçün çox böyük bir həftədir. Amma bu həftə biraz emosional həftədir. Bu həftə beyin olaraq, düşüncə olaraq, çox qəlb olaraq, beyin olaraq tarazlığınız normadan çox olacaq. Amma əmin olun ki, doğru qərar verəcəyinizə inanıram. Çünki qoçlar, transformasiya, yenilənmə gəlirsə, demək bəzi nüansları bitirməz. Amma keçmişin qapıları hər zaman insanı gələcəyində blokaj yaradır, gələcəyində karmik bir boşluq yaradır. İnşallah bu boşluqdan çıxararsınız. Özünüzü təhsil olaraq, iş maddiyyat olaraq o alana doğru gücləndirə bilirsiniz. Bu həftəni uğurlu apara bilərsəm, uğurunuz 62% göstərir qoçlar. Bu o qədər də xoşuma gəlmədi. Şirlərə gələndə isə şir kişilər daha uğurlu olacaqsınız, daha güclü olacaqsınız, daha məntiqli olacaqsınız. Ümumiyyətlə şir bu həftə çox soyuqqanlı olacaq. Hər şeyə qarşı boş, hər şeyə qarşı məsuliyyətsiz, hər şeyə qarşı zamanın lazımsız şəkildə ola bilər, yola verici vəziyyətdə olacaqsınız və həftənin sonlarına doğru bir balaca itələyici, bir balaca kəskin danışıqlarınız, bir balaca negativ formada çıxışlarınız olacaq. Çünki öz istəkləriniz şəklində şirlər istəkləri yerinə yetmədiyi şeylər baskıcı və aqressiv olmağı bacarırsınız. Özünüzü ifadə başlayacaq, yolundan, maşından, mühitlə əlaqədar dəyişikliklər etməyə çalışacaqsınız. Ola bilər maşınınızı dəyişəsiniz, ola bilər transportla əlaqədar dəyişmələr edəsiniz. Bu həftə dəyişim həftəsidir, amma soyuqqanlığınız bu həftə valeh edici bir şəkildədir. Bəli, qəlbinizdə nə yaşayırsınız ola bilər, amma ətrafa göstərdiyi soyuqqanlıq normadan çox olacaq və kraliç olduğunuzu yüksək formada göstərməyə şirlər bacaracaqsınız. Gözəl həftədir. Mən özüm də şir bürcü olaraq çoxdandır bu soyuqluq, vecdiyi, məsuliyyətsizliyi götürməliydik. Özünüzü ifadə eləməkdən çıxacaqsınız. İstəklərinizi zaman-zaman həyata keçirməyə çalışacaqsınız. Boş həftədir. Amma buna baxmaraq 74%-ə qədər şirlər uğurlu edə bilərsiniz. Bu həftədə oxatanlar, gözünüz açılacağı bir həftədə oxatanlar, ən çox da pul, maddiyyatla danışıqlar, işbirliyi, şərikli işləriniz varsa, əsl simalarını görəcəksiniz. Kimlərin sizin barədə nə düşünür, kimlər sizin pul, maddiyyatınızla əlaqədar nələr etmək istəyir, bunları yüksək səviyyədə analiz edəcəksiniz və çox gözəl şəkildə hər şeyi yerbəyer etməyi bacaracaqsınız. Böyük qərarlar verəcəksiniz bu həftə oxatanlar. Emosionallığınız da çox olacaq, insanlara qarşı güvənsizliyiniz də çox olacaq, uzaqlaşmalarınız da çoxdur. Bu həftə pulun, maddiyyatı, şöhrəti sevən bir oxatan olacaqsınız. Həftənin sonlarına doğru uşaq kimi sevgi, diqqət istəyən bir oxatan olacaqsınız. Qərarlarınız böyükdür. Maddiyyatla bağlı hər şey istədiyiniz yerbəyer edəcəksiniz. Ola bilər yeni təkliflər əldə edəcəksiniz. Ola bilər təhsilinizdən, özünüzlə əlaqədar böyük bir qərarlar verəsiniz. Oxatanlar güclü bir həftədir. Həftənin sonuna doğru öz gücünüzü hər kəsə göstərməyi mükəmməl şəkildə bacaracaqsınız. Amma ikili oynamağınız oxatanlar xoşuma gəlməlisiniz. Çünki hər bir zaman kəskin addım atırsınız, kəskin ox atırsınız və arxasında dayanırsınız. Amma bu həftə bir balaca emosionallığınız həftənin sonlarına doğru özünüzə qarşı şübhə yaradacaq. Zaten bu həftə şübhə və güvənsiz bir həftə olacağını oxatanlar yüksək səviyyədə görəcəksiniz. Ümumi dəyərləndirsək 83%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. O da hər şeyin puzzle-ını doğru şəkildə qurduğu üçün. Amma emosionallıq və şəxsiyyətlə əlaqədar olaraq oxatanlar həftəniz o qədər də uğurlu deyil.